Ölkədə Zevs və Harun Məmmədovdan başqa YouTuber yoxdur. Sizdən niyə belə düşünürsünüz? Mən İlkin Feyziyev 2018-dən bəri YouTube'da fəaliyyət göstərirəm. Bu 100.000 butonu qazanmaq üçün 6 il YouTube'a video çəkmişəm. Saçımı yaşla boyayıb atama qışqırtma çəkmişəm. Elə şey eləmə kişi. Sən bizi bir avro eləməzsin ki. Öyrəşinlər. Xaricdə populyar olan qutudan son çıxan qazanar videosunu Azərbaycana mən gətirmişəm. Belə tərz videolar digər ölkələrdə milyonlarla baxış topladığı halda mənim kanalımda cəmi 40 min izlənir. Bu arada məni səhv başa düşməyin, bu videonu sizdən dəstək dilənmək üçün falan çəkmirəm. Sadəcə YouTube'a girib İlkin Feyziyev yazmağınızı istəyirəm. Saysız videom var. Kanalımdakı videoları nəzərə yetirin. Baxdığınız 3 videodan ən azı biri diqqətinizi cəlb eləməsə, bir də kanalıma girməlisiniz. Amma məncə çox sevib abunə olacaqsınız. Təəssüflər olsun ki, bu videonun altına yenə də ölkədə 1 nömrəli YouTuber Zevs yorumları gələcək. Elə yazanlara artıq heç nə demək istəmirəm. Deməli mənim burada nə izah eləmək istədiyimi hələ də başa düşməmisiniz. Mənim bu videonu çəkməkdəki məqsədim ölkənin məni tanıması, daha doğrusu kəşf eləməsidir. Və təbii ki, ən əsas məqsədim Azərbaycan YouTube'unu inkişaf etdirməkdir. Amma sözdə yox.